Salam, hər vaxtınız xeyir olsun, hörmətli Ambur TV izləyiciləri. Bugün Biləcəri qəsəbəsinin yaxşı bir yerində marşrutlara yaxın, yəni 91, 92, 170 nömrəli marşrutlara yaxın bir ərazidə 2 mərtəbə şəxsi özünə tikilmiş 6 otaqdan ibarət tam təmirli evimiz açılacaq. Bu evi sizə təqdim etmək istəyirəm. Buyurun, baxa bilərsiniz. Deməli, hörmətli izləyicilər, bu hissədə gördüyünüz kimi avtomatik jalüz var. Giriş qapısı buradandır. Həyətyanı sahəsi hardasa bir sotdan biraz artıq olar. Evin fasad hissədən görüşünü sizə təqdim edirəm. Buyurun, baxın, üstü tam ağlaydı, bahalı ağlayla yəni işlənli üzü. Həyəti bir daha təkrar təqdim edirəm sizə. Suyu qaz işığı daimidir. Nəmişlik olmayan bir ərazidə yerləşir. Kombi aparatının xətti bura çəkilib. Daxil oluruq evin içərisinə. Evin içərisi də gördüyünüz kimi tam təmirlidir. Bahalı abo ilə üzlənib. Divarlar döşəmə hissəsi mərmərdir. Burada belə bir dekor bir şəkil vurulub bu hissəyə. Tavan hissəsini göstərirəm. Hündürlüyü 3 metr 20 santimetrdir. Demək, birinci mərtəbədə mətbəxi göstərirəm sizə. Buyurun, baxın. Birinci mərtəbə istifadan ibarətdir. Mətbəx hardasa təxminən 20 kvadrat olar. Çıxırıq dəhlizə və daxil oluruq qonaq otağına. Qonaq otağı gördüyünüz kimi tam təmirlidir. Divarda belə bir dekor şəkillər vurulub. Hər iki tərəfdə. Qonaq otağının ölçüsü təxminən 30 kvadratdır. Panorama pəncərələr quraşdırılıb, istilik xətləri çəkilib. Yəni birinci mərtəbə tam istilik xətti istipoldan ibarətdir. İkinci mərtəbədə isə radiator sistemidir. Qoşa qapıdan ibarətdir, zalın qapısı. Çıxırıq dəhlizə və daxil oluruq birinci mərtəbədə yerləşən yataq otaqlarına, otağın birinə. Yəni birinci mərtəbədə bir zal, bir yataq otağı, hamam, tualet və mətbəx yerləşir. İkinci mərtəbədə 4 dənə yataq otağı, sanitar qovşağı yerləşir. Çıxırıq dəhlizə və giriş qapısı ilə, gördüyünüz kimi giriş qapısı ilə üzbəüz sanitar qovşağa baxış keçidirik. Buyurun, baxın, burası sanitar qovşağın giriş hissəsidir. Hamamın daha doğrusu və sanitar qovşaq hamam bir yerdə bu hissədə yerləşir. Burada da istipoldan ibarətdir. Döşəmə asma tavandan ibarətdir yuxarı hissəsi. Çıxırıq dəhlizə və pilləkənlə qalxırıq ikinci mərtəbəyə. Mərtəbələr arası, hörmətli izləyicilər, beton monolitdir. Pilləkənlər də gördüyünüz kimi dekorativ mərmərdən quraşdırılıb. Bura ikinci mərtəbənin dəhliz hissəsidir. İşıqları yandıraq, evin gözəlliyini görmək üçün. Buyurun, baxın. Dəhlizin tavan hissəsi təqdim edirəm. Buyurun, baxın. Pilləkənlə çıxan kimi sağ tərəfdə yataq otaqlarının birinə daxil oluruq. Tam təmirli bir yataq otağıdır. Pəncərələr burada da panoramadır. İkinci mərtəbədə də hörmətli izləyicilər istipoldan ibarətdir. Buradan eyvana giriş var. Buyurun, baxın. Bura eyvan hissəsidir. Eyvandan həyəti sizə təqdim edirəm. Buyurun, baxın. Daxil oluruq bu hissədən ikinci mərtəbədə yerləşən qonaq otağına. Yəni 2 ailəyə tam yararlıdır bu ev. Çıxırıq yenidən dəhlizə, daxil oluruq digər bir yataq otağına. Buyurun, baxın. Bu yatağı otağı
tam təmirlidir. Sonra yenidən dəhlizə və daxil olurum 3-cü yataq otağına. Yəni ikinci mərtəbədə bir zal, 3 yataq otağı. Birinci mərtəbədə isə bir zal, bir yataq otağı və hər iki mərtəbədə sanitar qovşaq yerləşir. Hamamla birlikdə. Və dəhlizdə açılan sanitar qovşağa da baxış keçirdirik. Sanitar qovşaq da istipoldan ibarətdir. Bütün otaqlar istipoldan ibarətdir, hörmətli izləyicilərimiz. Bir daha təkrar edirəm, hörmətli izləyicilər. Ev yerləşir Biləcəri qəsəbəsində 91, 92, 170-dən belə marşrutlara yaxın bir ərazidə. Demək, ev 200 kvadratda inşa edilmişdir. Yəni 600, hər bir mərtəbəsi 100 kvadratdan ibarətdir. Hörmətli izləyicilər, bu evin ilkin qiyməti 210 min manatdır. Real alıcıya endirim olacaq. Xahiş edirəm Əmlak TV kanalına abunə olun, videolarımızı bəyənin, paylaşın ki, gələcəkdə yenə çıxmış evlərlə sizi tanış edə bilim. Əlaqə nömrəsi 055 511 0502. Çox sağ olun, təşəkkürlər bizə görə. Onu da nəzərinizə çatdırıram ki, bu hissədən evin arxasında keçid var. Rahat keçid var bu hissədən. Çox sağ olun.